Hər kəsə salam. Bugün təmizlik vloquna gəlmişəm. 2 gündür heç nə edə bilmirdim. Belim ağrıyırdı deyənə çox hərəkət edə bilmirdim. Ancaq bugün nisbətən biraz daha yaxşılaşdığımı hiss edirəm. Yəni ən azından az ağrıyır. Ona görə dedim bəzi işlərim var. Durub onları ən azından biraz da olsa yüngülləşdirim. Uşaqların paltarlarını atdım maşına yuyulsun. Düzdür, bu bir-iki günlərdə də hava küləklidir. Çölə də sərmək olmur, amma yenə dedim qalmasın da. Qaldıqca da üst-üstə qalır, yığılır. Ondan sonra da belə az-az da olsa yuyuram. Bəzən də olur atapinyanın üstünə atıram, elə də quruyur. Çünki artıq tətil də bitir, məktəb başlayır. Biraz da evin tozunu dedim alım. Düz tam dərinliklə almadım. Çünki tam dərinliklə alsam çox aşağı əyilə bilmirəm. Əyildikdə belim tutur. Ona görə çox da özümü riskə atmadan yüngül-yüngül də olsa ortalığı təmizlədim. Onsuz da uşaqlar evdə deyənə mən təmizlədikcə onlar da yenə batırırlar. Hətta burada oyuncaqlarını da görürsüz. Nə qədər yığsam da yenə töküb oynayırlar. Kələm dolması bişirdim. Əsas da belimin ağrıyan vaxtı həqiqətən də çox köməyimə çatdı. Bu cür bükürəm, soyuducuya qoyuram, dondurucuda qalır. Lazım olanda götürürəm, az-az bişirirəm. Mənə çox kömək olur. Uşaqların bugün səhər yeməkləri biraz gec olsa da özləri də düz yemək istəmədilər. Zalda yemək istədilər. Dedim xətirlərinə dəyməyim, onsuz tətil bitir. Kompüterə baxa-baxa səhər yeməklərini yedilər. Mən də gəldim kuxnada qabları yumağa. Gəldim biraz qablar var idi. Dedim bunları yuyum, yığım. Kuxnanı da rahatlayım ki, yeməyi də qoydum onsuz pişməyə. İşimi demək olar ki azaltmışam. Qabları bitirdikdən sonra dedim qazın üstünə də əl gəzdirim. Hər dəfə elə belə əl gəzdirmiş oluram da, yəni qabları yuduqdan sonra və yaxud da yemək bişdikdən sonra. Amma bu dəfə dedim qab pastası ilə təmizləyim. Qab pastası ilə təmizləyəndə həm parıltılı olur, həm də ləkələri tez getmiş olur. Düzdür, başqa təmizləyici vasitələrdən də istifadə eləyirdim, amma axır vaxtlarda sırf sadəcə qab pastasından istifadə eləyirəm. Masalkanın girmədiyi yerlərdə diş fırçası ilə təmizləyirəm, daha yaxşı təmizlənmiş olur.
Qazın üstünü də təmizləyib bitirdim. Görün necə parıldayır, parpara oldu. Yəni insanın gözü könlünü açılır da həqiqətən baxdıqca. Siz hansı təmizlik vasitələrindən istifadə edirsiniz? Yazsaz sevinərəm. Bəlkə mən də istifadə edərəm. Əgər yaxşıdsa, xeyrini görürsə də məsləhət görərsiniz, mən də istifadə edərəm bəlkə. Mətbəxdə işimi qurtardıqdan sonra dedim yorulmuşam da, elə də belə də yorulmuşam. Heç olmasa paltarı da ütülüyüm, bir dəfəlik qurtarım. Çünki sonradan da artıq dərsləri oxutmaq lazımdır. Yəni heç cür də paltara, palaza vaxt qalmır. Uşaq məktəbə gedən mamalar çox yaxşı başa düşdü nə demək istədiyimi. Həm də belimin də belə vəziyyətdə olmağı, yəni heç cür heç nə eləyə bilmirəm başqa. Düzdür, bundan sonra əməli başlı belim ağrıdı. Amma yenə də ən azından işim qurtardı deyənə biraz da olsa rahatladım ki, da bir də durub nəsə eləməyəcəm. Qızlar, mən bu ütüdən əvvəl başqa bir ütü işlədirdim. O heç yaxşı deyildi də. Həm içindən bir vaxt keçdikdən sonra pas atırdı. Paltarları ütülədiyim yerdə bir də baxırdım ki, sapsarı pas atırdı. Təzədən bir də yumalı olurdu. Bir də olurdu paltardan çıxmırdı. Yəni bu ütü stolunun üstünə atdığım ədyalın üzərinə də ləkələri dəyibdi. Yəni sonradan artıq ütünü dəyişdim, bu Tefalı aldım. Ondan sonra demək olar ki, heç bir ləkə olmadı. Tefal çox yaxşıdır. Həm buxarı olsun, həm qırış açmaq olsun. Öz-özünə həm də bir müddət tokda taxılı qalanda sən söndürməsən belə öz-özünə söndürür, yəni özünü söndürür. Yəni hər tərəfli çox yaxşı ütüdür, çox xoşum gəldi.
qızlar, təmizlik vloqumun sonuna çatdıq. Ümid edirəm bəyənmisiniz. Əgər bəyəndinizsə kanalıma abunə olub dəstək olmağı, videolarımı bəyənməyi və öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun. Yeni videolarda, vloqlarda görüşmək üzrə. Hələlik.